Salam qızlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün də yeni bir tema bağlaması açırıq. Baxaq görək necədir. Qızlar, məhsulların çoxu dırnaq məhsullarıdır. Bu arada dırnaqlarımı da özüm düzəltdim. Bəlkə də bir çoxuna görə pis alına bilər, amma bu mənim ikinci belə düzəltməyimdir və birincisini çox saxlamamışdım dırnağımda. Yəni düşünürəm ki, həyatda mənim frezim yoxdur. Frezerlər nə deyirlər? O yonan aparatdan yoxumdur, amma belə çalışdım ki, düzəldim. İlk məhsulumuz belə altılı gəldi. Kifayət qədər böyüdülər. Məsələn, biri 15 millidir. Bu rəngi var. Və bu rəngi gördüyünüz kimi. Kifayət qədər ölçüləri böyüdü. İkinci məhsuldan, bu da dırnaq məhsuludur. Akrilik boyaları çıxartmaq üçündür. Məsələn, gelləri də çıxarda bilir dediyinə görə. Gel yox, amma məsələn, gelin üstünə istifadə elədiyiniz, lampada qurutduğunuz lakı da silə bilir və s. Çox işi görə bilirmiş. Qulunu da təmizləyə bilirmiş. Bugün istifadə edəcəm bunu. Axı durmuş. Bugün bunu istifadə edəcəm. Müstəq aşağıda qeyd eləyərəm. Belə spreyini qoyublar və belə başlığıdır. Bir də belə bir boru. Sonra belə üçlü dırnaq fırçası almışam. Üçlünün də ölçüləri baxın bir-birindən çox fərqlidir. Baxın. Bunlar nazik, səslə bu da nazikdir. Fərqli ölçülərdir, yəni hamısı eyni ölçüdə deyil. Çünki baxdığım YouTube videolarında, bu arada Aymaz xanım var. YouTube'da çox yaxşı izah edir, bir də başqaları da var. Amma Azərbaycanlılardan Aymazı daha çox izləyirəm, çox yaxşı izah eləyir. Mən dedim ki, evdə özümə dırnaqlar həmişə eləyim və s. Ona görə o da belə fırçaları tərifləmişdi. Mən də dedim ki, bunlardan da alım. Sonra bir kalqotka almışam. Bu bilirsiniz hansı kalqotkalardandır. Belə içi qalın, yun olan, amma çölü belə elə bilirsiniz ki, kaprondur ondan. Mən 4 il birini istifadə etmişəm və çox xoşuma gəlib. Azərbaycandan almışdım. Əslində tərifləmişdilər, amma digərinə baxanda çox da belə, çox elastikdir. Belə deyim sizə. Yəni enli görünür mənə, amma burası çox enlidir. Sizcə də enli deyil. Bu deməli nədir? Bir tikiş aparatıdır. Məsələn, bəzən bir şey də var burada. Bəzən şalvarlarımızın uçları uzun olur, balaqları uzun olur və belə tezbaza onu tikmək istəyirik. Ona görə mən belə bir şey aldım. Əslində bunu bir çox da yerdə görürük. Belə tam kauçuk versiyalar. Amma baxın, bu dəmirli, burada sapı olan, iynəsi falan belə eləyirsiniz. Bunu da yoxlayacağım. Yoxlayıb sizə bildirəm. İçindən belə bir şey çıxdı. Qızlar, bunlar nədir? Mən başa düşmədim sözün açığı. Sonra dedim ki, belə bir məhsul var. Gəlin görək nədir. Bu 3D sculpting gəldi. Qoruyucusu var. Bu gel deməli nədir? Məsələn, bəzən görürəm ki, dizayn eləyəndə dırnağın üstünü belə orada su damcısına oxşar belə bir geldən istifadə edirlər. Belə tam olaraq qalır, çox qəşəng dizayn eləmək olur, forma vermək olur. Mən də ondan aldım. Adı da nə gedir? 3D Sculpting Extension gel gedir. Bir də ağ rəngdədir. Buna da baxacağım, görüm necədir. 2 ədəd pilka almışam. Sərtdir. Sonra belə səkizdir. Gel üstünə vurula bilən, lampada qurudulan laklardan almışam. Dırnaq boyalarından almışam. Baxın. Əvvəllər mən bunun bir setini almışdım. Məncə göstərmişəm də, görmüsünüz şortlarda. Bu rənglə. Sonra burada nəsə bir ədəd də gel var. Görək bu nə geldi. Bu da extend geldi. Non-stick hand olandı. Ələ yapışmayandı. Bizə bunu çox tərifləmişdilər, yazmışlar ki, həqiqətən ələ falan yapışmır. Çünki gel də işləyənlər bilir ki, onun belə xüsusi şirəsi olur, insanın əlinə belə yapışır, gedmir. Məsələn, birindən falan gedir. Mən də belə birini aldım. Düzü kifayət qədər də böyük deyil, amma 10 millidir içində. Mən məsələn bir ədəd böyük gelim var. Bu dəfə də 6 dənəsini aldım gördüyünüz kimi. O 60 milliqram olmalıdır. O 60 milli olmalıdır. Bu amma 10 millidir.
Bəzən şalvarlarımız, cinslərimiz belimizə enli olanda istəyirik ki, tez bazar onları belə daraldaq. Məsələn, olur ki, kəmərimiz də olmur. Məncə belə yenə də çox lazımsız belə məhsullar aldım. Mən evdə bir-iki dənə almışam. Sonra bunun biraz tündü və qızılı. Sonra belə bir dırnaq püskündə gəlib bu aradan. Tipsi deyirlər də, hə? Tipsi almışam. Rəylini alandan sonra oxudum. Normalda belə bir şey eləmirdim. Orada yazılmışdı ki, çox balacadır dırnaqlara. Mənim dırnaqlarım onsuz da balacadır. Böyük dırnaqlar deyil. Məncə ən lazımsız məhsulum budur. Bunu niyə görə əlavə elədim? Səbəti özüm də bilmirəm. Deməli, 5 ədəd belə tutacaqdım. Bilirsiniz niyə görə? Bəzən tipsi ilə gel eləmək olur. Məsələn, tipsiyə biraz gel vurursunuz, sonra lampada qurudursunuz. Sonra tipsini çıxardırsınız, gel orada qalır da. İstədiyiniz qədər bunu təkrarlaya bilərsiniz, deyəsən. Onu tutmaq üçün, o tipsini orada tutmaq üçün belə bir şeydir. Deyəsən. Yəni, yanılmıramsa elədir. Bu çıxır. Yenə, bilmirəm fərqində sizə yox, yenə də birincisini almışam. Baxın bu rəngi. Kakao brikkedir adı. Rəngi kifayət qədər tündür. Baxın. Yəni istifadə eləmək olar hətta. Gəlin istifadə edək. Bu çox pigmentli olur deyə. Şimdi bura baxaq eləyək. İstilik görünür. Mənim üzümdə hal-hazırda ənlik var. O da əslində misinindir. Təzə aldığım ənliyi bu arada vurmuşam. Bugün təzələrini istifadə elədim. Belə görünür. Buralara da vururam. Baxın, görün necə gözəlləşdirdi. İstilik verir üzə. Çox qəşəng tondur. Tövsiyə edirəm. Almağa dəyər. Pigmentasiya çox qəşəngdir. Rəng də əladır. Məncə çoxuna yaraşar. Bunu almağa dəyər. Farmagel eləmək üçün belə kağızlar aldım. Bunları götürürsünüz. Dırnağı burada kəsirsiniz. Belə dırnağa yerləşdirirsiniz. Nə qədər uzada bilirsiniz, uzadın, yəni elə deyim. Və bir məhsul almışıq. Bunu yoxlamışıq hocam. Yəni, bu yoxlanılıb. Necə yoxlanılıb? Mənim bir saatım var. Bunu Temu'dan almışdım. Çox böyük idi. Yəni, siz təsəvvür edin ki, biz bundan 4 dənə dəmir çıxartdıq. Məhsul bu balaca dəmirlərə yerləşdirilir. Belə işə yarayır, mütləq alın. Geyim çox almamışdım. 7 dənə almışdım. Biri budur. Belə bir kutka almışam. Belə bir kutkadır. Burada cip detaylar var. 2 dənə böyük cibi var. Zip, yəni zamakla deyil, belə düymə kimi bir şey var. Nazikdir əlbəttə ki, amma keyfiyyətsiz deyil, kifayət qədər yaxşıdır. Belə bir jilet, qalın, üstə kip oturan, belə keyfiyyətsiz material olmayan da, yəni inan o qədər gözəldir ki. Bir ədəd belə gözəl mi gözəl ayaqqabı almışam. Çox qəşəng ayaqqabıdır. Geyinib baxmışam, çox rahatdır. Yəni sizə necə izah edeyim? Əladır. Baxın, buradan belə çıt-çıt bağlanады. Burada dəmir detayı var. Cüt pilates corabı almışam. Başqa corablar da geymək olur pilatesi, amma pilatesdə belə dartılma hərəkətlərində ayağım sürüşür yerdə. Buraları belə silikonlu, yəni yerə yapışan, sürüşməyəcək. Bu rəng belə. Birdən çəhrayı rəngdən. Gördüyünüz kimi bir çoxu dırnaq məhsulları haqqında idi. Dırnaq məhsulları əvvəl almışdım 5-6 ay əvvəl. Göstərmişdim bir çoxunu, amma bir video var ki onu göstərməmişəm. Onu da bir yerlərə əlavə eləyəcəm. Baxarsınız, bilirəm ancaq Temu bağlamaları olur, amma baxıram ki mənim ancaq Temu bağlamalarım baxılır. Yəni digər videolara da okey, bəzən olub ki, baxılıb, məsələn, robot tostlardan aldığım video və s. Amma yəni nəsə aldığım videolara baxılır da, belə oturub günlüyümə, vloguma baxmazsınız. Keçən həftə məsələn bir vlog paylaşmışdım, şoka girdim, 250 falan, bəlkə də 260 olub, baxış oldu. Yəni, bu mənə çox demotive elədi, ona görə dedim ki, mən Temu'dan davam edeyim. Yaxın zamanlarda da kameram olacaq. Profesyonel kamera. Ağlıma gələni çəkəcəm də sizin üçün. Ağlıma gələn. Gül mü istəyirsiniz? Make-up istəyirsiniz? O mu istəyirsiniz? Bu mu istəyirsiniz? Hər şey olacaq. İnanın mən, hər şey olacaq. Bu telefon ümumiyyətlə mənim əsəblərimi kördür yaddaş baxımından. Özünüzə yaxşı baxın. Yəqin ki, birisi videomda bunu əlavə eləyəcəm. Öpürəm sizi. Bay bay.
Abone olun kanalıma. Çok geçer şeyler göreceksiniz valla. Evet. Kızlar, bir dənə bağlamam gəldi. Qaçıb gedib götürdüm, gətirdim. Axşamlar belə görünür. Məncə stili yaxşıdır. Gillərdə ayrı bir abu-hava qatır. Bu arada bizdə mətbəx studiodur. Amma mətbəxi orada görürsünüz. Balkona düzəldiblər. Sonra gəl. Bax. Şükür ki, şükür. Birinci bununla başlayırıq kızlar. Bu fərqli dodaq qələmləridir. Yandaşlardır, göstərəcəm indi bir. Belə bir beauty glaze. Bu nə tündür. Belə lip oil. Mesela lip gloss, lip oil. Neçə nömrəsidir? Hugging 104'dür. Sonra bu biraz yağlıdır. Bu çok açıq bir rəngdir. Kifayət qədər vardı qiymətlər, amma hamısı birlikdə yox. Görürsünüz, qırılır. Amma məsələn rənglər yaxşıdır. Məsələn bu rəng mənə heç vaxt yaraşmayacaq, bu qırmızı olan. İndi gəlin buna baxaq. Bu okeydir. Bu arada bu çox yağlıdır. Sonra bu da qəhvə idi. Məncə qəşəng göründü, yaxşıdır. Belə bəyəndim. Baxmayın pislədiyimə, amma belə bəyəndim. Dediyim kimi baxın bu rənglərdir. Bir də belə desən içində 500 ədəd olmalıdır. Çox qəşəng. Belə dırnaq silmək üçün məsələn spirt vurursunuz, silirsiniz dırnaqları. Mən spirtli, hazır spirtli formasını almışdım elə Temudan, paylaşmışdım da. Amma o necə deyim sizə, biraz qiyməti yüksək idi və çox az idi. Hazır spirt olduğuna görə. Mən dedim ki, evdə olsa spirt var. Nəyə görə mən ona pul əlavə verim? Elə bunlardan aldım. Bir bunlar istifadə edəcəm. O qədər işimizə yarayır ki, dəhşət yarayır. Çünki hər şey şirəsi yayılır hər yerə. Gellərin şirəsi yayılır və silmək üçün əla bir şeydir. Belə bir glue, yapışqan. Nəsə tərifləyirdilər. Baxaq hələ. Bana qalan kipriklərimlə dolmuyum. Nəsə qızlar, almışsınız bundan. Belə diş sap belədir. Maraqlıdır. İçində də çox var. Bəyənsəm bildirəcəm. Əlimizi lampaya salırıq və şu əslində olmaz. Və buna görə də mən belə bir əlcək aldım. Gəlin əlcəyə baxaq. So belədir. Bu əslində elə mənim əlim boydadır. Belə ağ rəngdə aldım, sadə. Gel-lakda istifadə elədiyimiz bir fırçanı islatmaq üçün bir maddə var. Onun qabı və o fırçanı yerə qoymayaq. Nəyəsə üstünə qoymayaq, batırmayaq deyə. Belə bir şey. Bax, məsələn, belə qoyacaqsınız onu yerə. Fırçaları da üstünə qoyacaqsınız bu boşluqlara. Necə lazımdır. Yəni, insan əsəbləşməyə də sonra yapışdı, buraya yapışdı. Bundan alım istifadə edir. Kiprik almışam Temudan. Qırıq gəlib, burası qırıqdır. Mən Temudan sayən də pulu alıram, amma desəm biraz bahadır verməyəcəklər. İndi gəlin baxaq. Bu 2-dən olmalıydı. Mən mi yanlış xatırlayıram, yoxsa bu 2-dən olmalıdır. Bu tərəfində də olmalıydı. Və kipriklər çox balacadır. Neyse, bu şikayət eləyəcək. Bu başqa bir şey ola bilməz. Bu şikayətliydi. Gloss almışdım. Çəhrayı rəngdə Beauty Glaze'dən gloss almışdım və şəklini bura qoyacağım. Bir karandaşla birlikdə. Neyse, ondan yenidən aldım. Çünki rəngi xoşuma gəldi. Amma belə baxıram, keyfiyyəti o qədər də yaxşı deyil. Gərək tələsməzdim bunu almağa. Mən də bu arada bir şeydən xoşum gəlirsə, onu təzədən alacağım. Yəni, heç qutarmamış alacağım. Aha. Sonra aylar əvvəl Temudan dırnaq düzəldəndə belə baza, base coat, top coat, bir də matte top coat almışdım. Baxın, bu top coatdur. Yəni parıltı istəyirsinizsə, yəni parlaq olsun istəyirsinizsə top coat. Bu bazadır, base coat. Birinci bunu istifadə edirsiniz. Bir də madde top coat var. Almışdım, dedim yeni alım. Düz qutarmamışam, amma yaxın zamanlarda məncə qutaracağım. Mən Temudan belə paketlər almışdım. İçinə nəsə qoyub soyuducuda saxlamağa, freezerdə saxlamağa.
Ondan o qədər xoşunuz gəldi ki, mən elə bil bir həftəlik, aylıq, 2-3 həftəlik də belə marinə eləyib toyuqları ora qoyuram. Marinə eləmək üçün elə bayaq da istifadə elədiyim o kloklardan almışam. Bəyənmişəm. İçində 15 ədəd olmalıdır. Qiyməti müəyyən qədər ucuz deyil Temuya baxanda, amma olsun. Mən bəyənmişəm. İstəyirsiniz qoy göstərim sizə. Bu arada ən böyük ölçüsünü almışam. Buna baxacağıq. Bu fırçanı belə batırıb sonra geli belə normal yaymaq üçün, amma bu deyəsən poligel olmalıdır. Poligeli normal yaymaq üçün belə salisyondan almışam. 2 dənə belə, bir də yanında fırçası var idi deyəsən. Mən dedim ki, elə fırçalı alım da, niyə görə əslində qiyməti uyğun düşürdü. Gördüyünüz kimi yenə durna məhsullar çoxdur və biraz da make-up məhsulları. Dediyim kimi məhsulların bir neçəsi artıq almışam, bəyənmişəm, yenə alıram. Bu məsələn top coat-udur, base bu donaq məhsullar vardı, üçlü. Onu bir dəfə almışam, sonra kloku bir dəfə almışam, bu paketi. Sonra adı nədir? Bir də dodaq boyasını. Varmı bir də göstərim. Qəşəngdilər. Məndə çoxlu stikerlər də var. Bu məsələn gül stikerlarıdır.